Mənim burada sözüm Azərbaycan Respublikasının Daxili İşlər Naziri Vilayət Eyvazov və Dövlət Təhlükəsizlik Xidməti Əli Nağıyevdir. Baxın, canlı efirdə, TikTokda canlı efir açıram, canlı efirdə heç bir təhqirə yol vermirəm. Sizin anavızı sikim, İlham Əliyev, Vilayət Eyvazov, səni var yoxmu sikim, Əli Nağıyev, səni var yoxmu sikim. Niyə məni kiber hücumları göndərirsiniz mənim canlı efirlərimə, mənim canlı efirlərimi vururlar? Ay, səni var yoxmu sikim, İlham Əliyev. Ay, Vilayət Eyvazov, səni doğanımı sikim. Niyə mənim canlı efirlərimi vurdurursunuz? Nə səbəbə? Normal bir şəkildə TikTokda canlı efir açıb canlı efirimi aparam da. Gələk anavızı sikim. Əli Nağıyev, gələk sənin qız gəlinivi sikim mən. Hə? Niyə canlı efirlərimi vurursunuz? Hə? Azərbaycanın demokrat və müstəqilliyi uğrunda mübarizə aparıram. Ona görə sənin doğanıvı sikim mən. Kim sənin nəslivi? Niyə canlı efirlərimi vurdurursunuz? Hasan vurduracaqsınız, belə anavızı sikəcəmsin. Kimsin? Hər birinizin var.